Aşağıdakı figurda A, S, Y nöqtələri eyni bir düz xətt üzərindədir. Bucaq ABC 75 dərəcədir. Yəni bu ABC bucaq 75 dərəcədir. Bucaq BAC 65 dərəcədir. Qeyd olunub. CDY bucağı 30 dərəcədir və DYS 90 dərəcə burada qeyd olunub olarsa, bucaq BCD-ni istəyir bizdən. Bilirik ki, üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Yəni, həm bu üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcə olmalıdır. Həm də digər burada verilmiş CDY üç bucağının da daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabər olmalıdır. İlk öncə baxırıq ABC üç bucağına. Buradakı bucağı tapa bilərəm. 75 dərəcə, üstə gəlsin 65 dərəcə, üstə gəlsin bu axtardığım Y bucağı bərabərdir cəmi 180 dərəcə. Buradan alıram ki, Y bərabərdir 180 çıxılsın 140 dərəcə. 180-dən də 140 çıxanda alırıq 40. Demək, Y oldu 40 dərəcə. 90, 30. Buradakı X bucağını tapa bilərəm. Bilirik ki, 30 üstə gəlsin 90, üstə gəl X bərabər 180 dərəcə. X bərabərdir 180-dən 90 çıxıram. 90, 90-dan 30 çıxanda 60 dərəcə. Bu bucağı da burada aldıq 60. İndi görürük ki, bu hissədə necə bir bucaq var? Açıq bucaq var. Açıq bucaq 180 dərəcəyə bərabərdir. Yəni 40 üstə gəlinsin sual, üstə gəl 60 bərabər 180 dərəcə olmalıdır. Sual bərabər 180-dən 40 üstə 60 100-ü çıxırıq, qalır 80 dərəcə. Doğru cavab C variantı.